Bəzi qardaşların xahişi və istəyinə istədilər ki, bu dərslərin siyahısına bir dənə də əlavə dərs artıraq. Ümumi şəkildə şiəyə olan etirazlar, iradlar və şübhələr, xüsusi olaraq da vəhabilərin şübhələri. Mümkün, yəni bəzi şübhələr sırf vəhabilərin şiəyə olan şübhələri olsun. Mümkündür, mən sünnilərin ya məsələn digərlərinin də şübhəsi ola bilər. Yəni əsasən adını qoyuruq, məsələn deyək, vəhabilərin şiəyə qarşı ortaya atdığı şübhələr. Allah nəsib eləyər, indi neçə cələsə davam eləyər, onu da Allah bilər. Allah da nəsib eləməz, özü nəyi təqdir eləyər, o cür Allah Taala istəyən kimi olar. Şübhələri başlamamışdan qabaq istərdim ki, bir balaca xüsusi olaraq vəhabilərin və ümumi olaraq da əhl-i sünnənin mənbələrində bəzi xoşagəlməz etiqadlar ki vardı, onlardan söhbət açaq. Yəni bilsinlər ki, yəni dost da bilsin, düşmən də bilsin ki, o demək deyil ki, başqasına irad tutursansa, sən bütün fikirləşdiyin, bütün yazdığın, bütün gördüyün hamısı düzdür. Yox. Bu cür deyil, məsələ belə deyil. Gəlib öz kitablarından və ən mötəbər kitablarından bəzi söz oxuyacağam ki, görək, biz şiələri şirkdə, küfürdə, zəndəqədə, ilhadda, cürbəcür iyrənc sözlərdə ittiham eləyən insanların bu sözlərdən sonra haqqı var ki, bu şeyləri iddia eləsinlər, müşrik desinlər. Yəni, mənə müşrik ki deyirsən sən. Deyirsən, sən müşriksən. Bu sözləri deyən insan başqasına müşrik iddiası eləyə bilər. Yəni, Peyğəmbərin adına dediyiz bu hədislər ki vardı. Təbii ki, yəni, insafla rəftar eləsə, yəni, deyəmərəm, hamısı bu etiqaddadır. Mən kitablarına gələn sözü oxuyacam. İndi etiqad eləyirləmir, hər kəsənin öz beynindəki fikirdir. Allah Taala mənim oxuduğum sözə görə yox, hər kəsənin zehnindəki fikrinə görə onu hesaba çəkəcək. Mən çox şey danışa bilərəm, amma Allah ki allatmaq olmaz. İnsan hər nə əqidə ilə Allah qabağına gələcəksə bir gün, ondan da hesab verəcək. Amma sözün də zahiri höccətdir. Əgər mən bir şiə olaraq kitabıma falan şey yazıramsa, qaytarıb onu mənim gözümə soxa bilər ki, sən məsələn fərzənd, sənin böyük alimin falan şey yazıb və siz onu məsələn qəbul eləyirsiniz. Sənin imamın falan şey deyir, sən də onu qəbul eləyirsən. Ona görə yəni mən deyəmərəm bu oxuduqlarımın hamısına etiqad bəs deyirlər. İndi oxuyacağam mən gülünc sözlər, məsələn deyək, xoşagəlməz Allah barəsində, Peyğəmbər barəsində sözlər. Mən deyəmərəm etiqad eləyirlər, eləmirlər. Aşıya çıxın bu maraqlı nöqtəni deyim. Deyir ki, Həzrət Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm əmr eləmişdi döyüşlərdə ki, hər kəs düşmənlərdən biri La ilahə illallah Muhammedun Resulullah dedirsə, onu öldürməyin. Əskərlərdən kimsə gəldi dedi, ya Resulallah, Üsamət ibn Zeyd, yəni Peyğəmbərin nəvəliyi də, bir dənə müşriklə döyüşə getdi, məsələn, dirəndi dağın məsələn dibinə, Üsamə artıq qalib gəlmək üzrə idi, həmən o müşrik qayıt dedi, La ilahə illallah Muhammedun Resulullah, Üsamə də saldı qılıncı qarnını öldürdü, məsələn, başını kəsdi, yəni qarnına soxdu qılıncı öldürdü. Yəni onun imanına məhəl qoymadı. Dedi, çağırın gəlsin yanıma. Çağırdılar Üsamə, dedi ki, Üsamə, məsələn, filan kəs deyir ki, sən o kafir məsələn deyir, iman gətirəndən sonra, yəni yalandan da olsa, yalan mən deyirəm, yəni, deyir ki, o dilində La ilahə illallah Muhammedun Resulullah deyəndən sonra onu vurub öldürmüsən. Deyir, bəli. Deyir, niyə? Deyir ki, o yalandan dedi, canını qurtarmaq üçün dedi. Deyir, Həzrət Qayı deyir ki, onun beyninə, qəlbinə girdin ki, yalandan. Bəlkə elə həmən vaxtı qorxudan düz demişdi. Sən hardan bildin ki, o düz deyir, yalan deyir. Lap belə ölüm qorxusun olsa, sən hardan bildin o yalandan deyir. Bəlkə ölüm qorxusuna vadar elədi ki, həqiqətdə iman gətirdi. Sən bir müsəlman niyə öldürdün? Xülasəni istəyirəm bu hədisdən bir nöqtə çıxardaq ki, Allah Taala qəlbdən keçən fikirlərə, beyindən keçən fikirlərə baxır. Dildə çox şey deyə bilər, Allah bilir. Xülasə, Allah Taala qiyamətdə, sünnində, şiəndə, yəhudində, müsəlmanda, kafirdə, hər kəsənin beyninin içində nə fikir var, ondan hesaba çəkəcək. Amma bu demək deyil ki, əməllərimiz, yazdıqlarımızın heç bir höccəti yoxdur. Yox, onun öz höccəti var, öz yeri var, bəhsi vardır. Vəhabi nə əqidəsi daşıyır, Allah bilər, özü bilir, onun beyninə girməmiş, o da mənim beynimin içinə girməyib. Amma dediyi sözü mən deyirəm, onun əleyhinə istifadə. Necə ki, o mənim yazdığım şey mənim əleyhimə istifadə edir. Mən də onun haqqım var. Amma da bu şey etiqad bəsləyib, onu özü bilər, Rəbbi bilər, Xaliqi bilər. Heç kimin beynindəki fikirlə tanışlıyor ki, nə fikirləşir, necə fikirləşir. Yəni, bu insaf riayət olunsun deyə mən iddiam eləmirəm ki, bu oxuduqlarım, bütün vəhabilər bu dediklərimə etiqad bəsləyirlər. Eləyə də bilər, eləyə bilər. Amma kitablarında gələn şeyləri deyirəm mən.